Salam əziz izləyicilər. Bugün biz Emil bəylə Algöman Umud və Emil bəy adlı, daha doğrusu belə deməyim daha düzgün olar. Emil bəy və Algöman Umud birgə çalışacağıq ki, bugün podkast dünyasına bir addımlarımızı ataq və bu addımla bizim də bir istəyirik ki, töhfəmiz olsun. Siz necə düşünürsünüz? Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Mən də hər kəsi salamlayıram. İnşallah ki, çox maraqlı bir podkast çıxar. Başlayaq. Ümumiyyətlə biz gəncik və düşündüm ki, mövzumuzun da ilki gənclər barəsində olsun və gənclər və mənəviyyat sıfır nöqtəsi. Hardan başlamalıyıq? Nədir bizi geri salan? Ümumiyyətlə biz niyə özümüzə bəzən dəyər vermirik, dəyərsizləşdiririk? Bəli, biz bəzən öz uğurlarımızı çox küçümsəyirik, kiçik görürük və daha ən böyük uğurlara can atırıq daima. Ömrümüz boyu nələrsə axtarırıq. Tam olmadığımızı düşünürük, yarım qaldığımızı düşünürük. Buna bağlı çox gözəl bir hekayə də var. Bu nə gözəl. Buyurun, sizdən eşitmək xoş olar. Çox sağ olun. Günlərin bir günü bir su daşıyan adamın iki küpü olur. Onlardan biri çatlaq olur. Suyu apararkən həmişə yarısını yerə səpələyir. Digəri isə tam olur. Çatlaq, qırıq falan heç arasında olur. Və bir müddətdən sonra günlərin birində həmən bu sınıq küp öz sahibinə gileylənir ki, mən səndən çox utanıram. Mən apardığım suyun yarısını elə yollara səpirəm. Çatış nöqtəsinə tam gətirə bilmirəm suyu. Buna görə mənə at. Mən sənə yararlı ola bilmirəm. Və bu zaman su daşıyan insan gülümsəyərək buna deyir ki, sən dönüb arxana baxmısanmı? Sənin səpdiyin suların yerində güllər bitib. Mən bilirdim ki, sənin suyunun yarısı yerə səpələnir. Mən də qəsdən həmən yerlərə gül toxumları əkdim. Sənin suyunun damcıları yerə səpələndikcə oradan güllər bitdi. Burada çox maraqlı bir mahiyyət var hekayənin. Belə ki, insan bəzən öz varlığının fərqinə varmır, öz faydasını bilmir. Amma inanın ki, geri çönüb baxsa, mahiyyətini anlayacaq, özünü dərk eləməlidir insan. Bu hekayədə buna misaldır ki, bəzi gənclərimiz bəzən özlərinin faydalı olmadığını düşünürlər, yarım qaldıqlarını düşünürlər. Amma çevrilib geri baxsalar, necə bir faydalı biri olduqlarını anlayarlar. Çox sağ olun. Həqiqətən də düşünürəm ki, izləyicilər də və dinləyicilər də inşallah bundan bir nəticə götürəcəklər. Ümumiyyətlə, hekayə, hər birimizin bir hekayəsi var həyatda. Kimisi bu müəyyən gənclikdə, uşaqlıq dövründə, yetkinlik dövründə və s. müxtəlif dövrlərdə hər bir hekayə yaşayır. Bu hekayə insanı insan edir və nə olduğunu siz dediniz kamillik. Həqiqətən də kamillik çox əsas insana lazım olan keyfiyyətlərdən biridir. Emil bəy, bəs gənclər bugün üçün sizcə nə etmədilər? Yəni, bugün gənclər müəyyən baxış bucaqları var da, hansı baxış bucağını seçmədilər ki, onlar yanlışlara doğru, uçuruma doğru girməsinlər? Günümüz əlçatanlarla sanki yoxluq arasında qalıb. Yəni, hər şey var, amma bəziləri deyir ki, mənim heç nəyim yoxdur. Bununla da bağlı mən bir qısa hekayə danışım. Xoş olar, buyurun. Gəlmişkən, çox sağ olun. Günlərin birində bir gəmiçi yolunu azır. Tufanda. Və kənardan bir ara sakitləşəndə bir işıq görür. Düşünür ki, yəqin ki, başqa gəmilərdən biridir. İşığa tərəf yön alır. Və işığa çatarkən səslənir ki, kənara çəkilin. Mən keçim həmən xətti. Oradan isə cavab gəlmir təbii ki. Çünki görünən işıq geri çəkilmək fikrində deyil. Və bu zaman kapitan səslənir ki, mən kapitanam. Sizə əmr edirəm, geri çəkilin. Biz buradan keçməliyik. Bu zaman işıq saçan mayak yenir. Mayak da qayıdır ki, mən də mayakam. Geri çəkilmək fikrim yoxdur.
Buradan belə bir nəticəyə çıxara bilərik ki, burada həm əgər mayakı aşıb keçmək istəsəydi, təbii ki, bu alınmayacaqdı. Sahildən necə keçə bilər? Həm də ki, burada mayakın biz rolunu görürük. O düz olduğunu bilir. Qarşısındakı kapitan olsa belə geri çəkilmək fikrində olur. Bəzən bizləri də, insanları da həmən mayak kimi sarsıtmağa çalışanlar olur, yolumuzdan döndərmək istəyənlər olur. Əgər biz də mayak kimi öz qüvvətimizi toplasaq, iradəmizi, əzmimizi nümayiş etdirsək, bizi heç kim yolundan döndərə bilməz. Bəli, həqiqətən də hər bir hekayənin öz xüsusi burada çəkisi oldu. Ümumiyyətlə bugünkü buraxılışımız ilk olmasına baxmayaraq düşünürəm ki, çox keyfiyyət və belə deyim də mövzu baxımından çox zəngindir. Sizə buna görə xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olun. Ümumiyyətlə siz də bir gəncsiniz. Yəni necə düşünürsünüz? Gənclər zaman verdiyində indiki zaman kəsiydi, süni zəka, müxtəlif. Təbii ki, bu digər belində podkastın mövzuları da ola bilər. Sadəcə zamandan soruşmaq istəyirəm ki, yəni sanki pulla zaman arasında qalmışıq. Gənclər də bundan biraz geriylənir. Yəni şükr etməliyik halımıza. Yəni misal üçün mənim əlimdə olan bu pencəyə görə mən şükr etmirəmsə, mən bu pencəyi olmayanla olan arasında necə bir müqayisəni görmürəm. Yəni mən bu müqayisəni faktiki görürəm axı. Təbii ki, burada müqayisə müsbət bir müqayisədir. Yəni sən görüb özünə görə bunu dərk eləməlisən ki, onda yoxdur, məndə bu var. Özündən aşağıları görmə. Özündən aşağı görmə yox, özündən aşağıları görmə. Yəni belində o söz var ya, aşağılamaq, kimisə özünü xor görmək, xor baxmaq. Ümumiyyətlə belə bir anlayış da var ki, düşüncən nədirsə, sən də osan. Bəli. Yəni zaman çatışmazlığı, yəni çox Belə deyərdim ki, insanlar bəzən pula çox düşkün olur. Bu da onları zərər içində saxlayır. Çünki məncə əsas mənəviyyatdır. Belə bir sitat da gətirin. Pulu çox, mənəviyyatı isə yox olan insanlar yük daşıyıcısından başqa bir şey deyirlər. Onlar ağır yük daşıyırlar. Çünki yalnız pulu daşıyırlar. Mənəviyyat, ruh halını isə daşımırlar. Bunun üçün də mən düşünürəm ki, mənəviyyata daha çox önəm verməliyik. Özümüzün daxili aləmini zənginləşdirməliyik. Pul isə təbii ki, vacibdir, lazımdır. Amma ilk növbədə gənc olaraq özümüzü inkişaf etdirməliyik. Mən belə düşünürəm. çox sağ olun. Yəni ümumiyyətlə belə deyim də, bu bədii bir zövq anlayışı var. Sanki biz hər bir şeyə yanaşanda olduğu kimi yanaşırıq. Onun mahiyyətini görmək nə deməkdir sizcə? Yəni misal üçün bu saxsıdır, tutaq ki, hansısa onda bir əşya, bir ad olaraq, ümumiyyətlə adlandırma olaraq doğrudurmu? Yəni Nizamidən misal üçün mən belə bir misal üçün cümləsi var ki, birinci saflıq olsa da suda artıq sənə dərd verir o da. Su saf, inci tək, amma həm də artığından dərd gəlir. Bəli, hər şeyin artığı ziyandır, zərərlidir. Əslində sona yaxınlaşırıq, bir onu da deyim. Bəs belə bir sizə sual ünvanlasam Emil bəy, valideynlərə inanmaqdan başqa kimə inanmalıyıq? Valideynlərimiz bizim həyatda ən böyük müəllimlərimizdir. Onlardan sonra mən deyərdim ən güvəniləcək şəxsiyyət, varlıq Allah Taala'dır. Biz hər zaman ona güvənməliyik, ona sığınmalıyıq. Ramiz Rövşənin də çox gözəl bir şeiri var. Mən istəyərdim bunu da deyim, sonra yekunlaşdırım. Bəli, buyurun. Xoş olun. Ramiz Rövşən deyir ki, nə var Allahdan yuxarı, nə var qəbirdən aşağı, çəkdiyim ahdan yuxarı, bildiyim sirdən aşağı. Niyə günün gündüzündə quşlar azır göyüzündə, göz yaşları quş gözündən tökülür dən-dən aşağı. Demə biz ki quş deyilik, Allaha tanış deyilik, ruhum dur, yığış, gedirik. Sən yuxarı, mən aşağı. Sən yuxarı, mən aşağı. Çox sağ olun, dərin təşəkkür edirəm. Bununla da
podkastımızı yekunlaşdırırıq. Emil bəy və Audioman Umud ilə ilk podkast buraxılışını izlədiniz. Sizdən geri dönüşlər və yəqin ki, sosial mediada da dəstəyinizə böyük ehtiyacımız olacaq. Hər bir kəsi bizi izləməyi, dinləməyi və ən əsası özünüzə dəyər verməyi arzulayırıq. Növbəti podkastda görüşmək ümidi ilə. Bu bir idi. İkincidə görüşərik.